Bölgəyə yağan intensiv yağıntılar artıq Cənub bölgəsinin demək olar ki, bütün rayonlarını əhatə edib. Dünən günorta saatlarında Cəlilabad Yardımlı yolunun Yardımlı rayonundan keçən hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanmışdısa, bu günləri artıq demək olar ki, yolun Cəlilabad rayonundan keçən hissəsində də artıq bu problem özünü göstərməyə başlayıb. Yalnız yolun təxminən Cəlilabada 20-30 kilometr məsafədə yerləşən hissələrində nəqliyyat vasitələri çətinliklə də olsa hərəkət edə bilir. Xüsusilə də sərt döngələrdə nəqliyyat vasitələri çox çətinliklə hərəkət edir. Hazırda buradan keçən sürücülərdən biz öyrəndik ki, qarşı tərəfdə əksər sürücülər demək olar ki, yolun üzərində qalıblar və hərəkət edə bilmirlər. Yol örtüyü tamamilə qarla əhatə olunubdur. Dağlıq ərazilərə getdikdə isə bu çətinlik özünü daha qabarıq şəkildə göstərir. Çünki həmin ərazilərdə qarın hündürlüyü daha çoxdur və nəzərə alsaq ki, hazırda bölgədə intensiv qar yağması davam edir. Növbəti saatda isə Cəlilabad Yardımlı yolunun nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanmaq təhlükəsi artıq qaçılmazdır. Salam aleyküm. Nətərdir yolda vəziyyət? Yolda vəziyyət çox pisdir. Nə hara qədər işləyir təxminən yol? Bu arada biraz danışın. Yol belə Özü təqdim edir Absuazində. Əzov Cahanşah Qaçaoğlu. Hardan gəlirsiniz? Məmmədcanlı kəndindən. Nətər ümumiyyətlə yoldan Cəlilabad? O Niva işləyir də bir dənə. Hə, qoşamos maşınlar. Yolda hərəkət necədir? Çətin deyil. O çətindir, hava hazır gəl. Durumda elədir, çətindir. Nə qədər qar var təxminən? 30 sant elə bilən var. 30 sant. Çoxdur, çox. Dağlara doğru getdik. Heç oralardan başa işləmir. Onlara dünəndən qar, belə bilən, nə bilim. Müsirxan dayı, necədir yollarda vəziyyət? Yollar bərbad haldadır. Hal-hazırda yol təmizlənməyib. Ancaq mən Latsa təkər vırdığıma görə yoxladım, gördüm, gedə bilərəm, yoxsa yox. Ancaq yollarda çox maşınlar var, dayanıblar. Heç tərpənə bilmirlər. Belə. Hansı istiqaməti? Yardımlı istiqaməti? Ya Cəlilabad Yardımlı yolun Calayır kəndi yolun qırağındadılar. Elə çıxdım, dedim, elə görüm yol nətərdir. Bekarçılıqda. Ərazilərdə vəziyyət necədir? Yardımlıya tərəf. Vallahi bizdən üzvana heç iz düşməyib. Bizdən yardımlıya tərəf heç iz yoxdur. Maşın izi yoxdur. Gedib gələn yoxdur. Yəqin ki, yol işləmir ki, gedib gəlmir. O xənəcədə, pərdə, privarlarda çıxa bilməz maşın. Mən də elə yoxlamaq üçün çıxdım, dedim, görüm elə necədir yollar. Necədir sizcə? Başqa maşın üçün yox, mənim maşınım gəldi, gözünüz gördü ki, çıxdı, eşə-eşə də olsa çıxdım. Qar yağır da, intensiv yağır. Yəqin bir saata yollar tamam bağlana bilər də. Ta elə yol bağlanıb, bağlana bilər nədir? Nivadan başqa heç nə getmir. Bağlana bilər başqa şeydir. Qarın yağması bölgədə müəyyən çətinliklər də gətirib. Hazırda biz Cəlilabad rayonu ərazisindəyik. Əksər kəndlərdə axşam saatlarından yağan qar elektrik enerjisinin verilməsində müəyyən fasilələrə yol açıb. Hazırda durduğumuz ərazidə gördüyünüz yüksək gərginlikli elektrik xətləri dirəkdən qırılaraq digər naqillərin üzərinə düşüb və beləliklə kənd işıqsız qalıb. Bu tip hazırda olduğumuz Cəlilabad rayonu Abşabad kəndi ilə yanaşı digər qonşu kəndlərdə də analoji vəziyyət yaşanır. Qeyd edeyim ki, qarın yağması yollarda da müəyyən çətinliklər yaradıb. Xüsusən Cəlilabad Yardımlı avtomobil yolu dünən günorta saatlarından Yardım rayonundan keçən hissəsi yolun bağlanmışdısa, bugün artıq səhər saatlarından tədricən yolun Cəlilabad rayonundan keçən hissəsində də nəqliyyat vasitələri hərəkətində çətinliklər yaranıb. Xüsusilə də dağlıq ərazilərə getdikcə isə yolun tamamilə biz bağlandığını müşahidə etdik. Bölgədə isə hazırda intensiv qarın yağması davam edir. Bütün Qaraşov Rövşən, bütün elektrik xətlərimiz hamısı qar ucbatından tökülüb yerə. Heç bir qara ehtiyatımız yox idi. Və bu dana, çəkə də bilərsən. Elektrik xətləri hamısı tökülüb yerə.
Gördüyünüz kimi işıqlar qırılıb. Yəni Maleyvan susuzdur, işığa tələbat vardı. Bütün kənd işıqsızdır. Yəni buna bir tədbir gəlib görsələr yaxşı olardı. Nə vaxt oldu bu hadisə? Dünən olub yoxsa axşam olub? Axşamdan olubdu. Yəni yerdədir hal-hazırda. Yəni nümayəndə görmürük ki, bunu aradan qaldıra. Nağıya Pərvin qismət oğlu. Abi necədir yolda vəziyyət? Yolda vəziyyət bərbad vəziyyətdədir. Çıxmaq olmur, qreder lazımdır. Mən getdim o Közbulaq kəndinə getmək istəyirdim. Şabanlı kəndindən çıxa bilmədim. Qayıtdım da. Çox bərbad vəziyyətdir. Bu yollar açılmalıdır, belə olmaz. Qar nə qədərdir təxminən? Qar təxminən yuxarı getdikcə çoxalır. 50 sant elə burdadır. Yuxarı getdikcə 80 sant, 1 metrə var. Günorta saatlarına doğru Cəlilabad yardımlı avtomobil yolunun müəyyən hissəsi qar qatından təmizləndi və hazırda yolun yalnız rayon ətrafı olan hissələri nəqliyyat vasitələrinin hərəkəti üçün demək olar ki, açıqdır. Nəqliyyat vasitələri çətinliklə də olsa hərəkət edə bilirlər. Lakin nisbətən dağlıq ərazilərdə qar daha çox olduğundan həmin ərazilərdə avtomobillərin hərəkətində məhdudiyyətlər qalmaqdadır.